Salam, hər birinizi xoş gördük. Bugün sizlərlə 4-4-4 nəfəs texnikası haqqında danışacağıq. 4-4-4 nəfəs texnikasına keçmədən öncə kanala abunə olmağı, videonu bəyənməyi, rəy yazmağı və videonu paylaşmağı unutmayın. Alma vermə balansını qorumaq vacibdir. 4-4-4 nəfəs texnikası nədir? Bu texnika stres və həyəcanı tez sakitləşdirmək üçün çox sadə, effektli bir nəfəs məşqidir. Bu texnika nəyə kömək edir? Stresi və həyəcanı azaldır, fikri toparlayır, ürək döyüntüsünü yavaşladır, yatmazdan əvvəl sakitləşdirir, qəzəb və panik anında kömək edir. Nəfəs texnikasını edən zaman nəfəsi qarınla almağa çalışın, sinə ilə yox. Verərkən öz-özünüzə sanki boşalırammış kimi düşünməyiniz sizi rahatladacaq. Metroda, imtahan qabağı, gərgin söhbət öncəsi, yatmadan öncə rahatlamağınız üçün bu texnikalardan istifadə edə bilərsiniz. Əgər texnikanı yerinə yetirən zaman başınızın fırlandığını hiss etsəniz, tempi azaldıb bu texnikanı 3-3-3 formasında başlaya bilərsiniz. İndi isə başlayırıq texnikaya və mənim göstərişimlə bu texnikanı yerinə yetirəcəksiniz. Hazır olun, istənilən pozisyonda ola bilərsiniz. Gözlərinizi yumun, rahat olun. Gözünü yummaq istəməyən kimlərsə varsa gözünü yummaya bilər. Əsas odur ki, rahat bir pozisyon alın. Və indi isə hazırsınızsa başlayırıq. Al, 2, 3, 4. Tut, 2, 3, 4. Ver, 2, 3, 4. Al, 2, 3, 4. Tut, 2, 3, 4. Ver, 2, 3, 4. Al, 2, 3, 4. Tut, 2, 3, 4. Ver, 2, 3, 4. Al, 2, 3, 4. Tut, 2, 3, 4. Ver, 2, 3, 4. Al, 2, 3, 4. Tut, 2, 3, 4. Ver, 2, 3, 4. Al, 2, 3, 4. Tut, 2, 3, 4. Ver, 2, 3, 4. Al, 2, 3, 4. Tut, 2, 3, 4. Ver, 2, 3, 4. Al, 2, 3, 4. Tut, 2, 3, 4. Ver, 2, 3, 4. Al, 2, 3, 4. Tut, 2, 3, 4. Ver, 2, 3, 4. Al, 2, 3, 4. Tut, 2, 3, 4. Ver, 2, 3, 4. Al, 2, 3, 4. Tut, 2, 3, 4. Ver, 2, 3, 4. Al, 2, 3, 4. Tut, 2, 3, 4. Ver, 2, 3, 4. Al, 2, 3, 4. Tut, 2, 3, 4. Ver, 2, 3, 4. Al, 2, 3, 4. Tut,
2, 3, 4. Ver, 2, 3, 4. Al, 2, 3, 4. Tut, 2, 3, 4. Ver, 2, 3, 4. Nəfəs texnikasını etdiyinizə görə təşəkkür edirəm. Kanala abunə olmağı, bəyənməyi və rəy yazmağı unutmayın.